Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Daxili İşlər Nazirliyindən verilən məlumata görə kartın üzərindəki CVV, CVC kodları SMS vasitəsilə göndərilən OTP kodu, digəri sizə məxsus sistemlərə giriş üçün lazım olan login və şifrələr, kartın PIN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar yaxud pul yoxdursa kredit formasında sizə zərər vuracaqlar. Aprelin 10-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 15650, 2000, 1400, 1020, 1000, 999, 995, 680, 470, 400, 150, 100 manat olmaqla ümumilikdə 24864 manat pul vəsaiti bank kartlarından oğurlanıb. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn, qazanc məqsədi ilə cəlbedici formada olan sığorta bank hesablarının möhkəmləndirilməsi, mədaxil ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarının naməlum şəxslərə verməyin, təhlükə var. Qeyd edək ki, aprelin 7-sində vətəndaşların bank kartlarından 67 min, aprelin 8-də 87 min, aprelin 9-da isə 40 min manata yaxın pul oğurlanıb.